A və B bucaqları uyğun tərəfləri paralel olan bucaqlar olarsa, x-in ala biləcəyi qiymətlərin cəmini tapın. Burada iki hal mümkündür. Birincisi A bucağı B bucağına bərabər olarsa, yəni onlar eyni adlı bucaqlardırsa. İkinci hal isə, deməli, əgər A bucağı ilə B bucağının cəmi 180 dərəcəyə bərabərdirsə, yəni A və B müxtəlif növlü bucaqlardırsa, biri iti, biri kol bucaq olarsa məsəl üçün. Bucaqlara uyğun tərəfləri, deməli, biz burada bərabərləşdirdiyimiz üçün birinci tənliyi həll edək. X üstü gəlsin 24 dərəcə bərabərdir. 7x çıxılsın 12 dərəcə. 7x-dən x-i çıxaq. 24-ün üzərinə də 12-ni əlavə edək. Deməli, 6x bərabərdir 36. X də bərabərdir 6 dərəcə. Sonra ikincini həll edək. Deməli, x üstə gəlsin 24 dərəcə. Üstə gəlsin 7x çıx 12 dərəcə. Bərabərdir 180. X-ə 7x olacaq 8x üstə gəlsin. 24-dən 12-ni çıxsaq 12 bərabərdir 180. 8x bərabərdir 180 çıxırıq 12-ni. Deməli, x də bərabərdir 180-dən 12-ni çıxsaq olacaq 168 dərəcə və bölək 8-ə. X-ə bərabərdir 21 dərəcə. Bizdən x-in ala biləcəyi qiymətlərin cəmi soruşulur. 21 dərəcə ilə 6 dərəcənin cəmi olacaq 27 dərəcə.